Hə, deməli bizim Alparslan 6 aylıqdır. 6 ay 10 günlükdür maşallah. Sərbəst otururuq, qəşəng. Biraz duranda əziyyət çəkirik çünki göbüşümüz var. Sonra oturur, əşyalara uzanır, anasını tanıyır qəşəngcənə. Sonra əlavə qidalarımızı başlamışıq. Qəşəngcənə yeyir, mənim ağıllı balam. Vitamin D-sini içir. Dəmir profilaktikamızı aparmışıq, dəmirimizi içmişik. İndi bu günləri də qan analizi verəcəyik. 5 ayından adətən uşaqlara başlayırıq tərəvəzlərdən başlayaraq dadızdırmağa. Biz dadızdırdıq da, dadızdıraraq 3 gün qaydası ilə yoxlayırıq. Hansısa bir qidanın allergik reaksiyası olarsa onu saxlayırıq, daha sonra bir də yoxlayırıq. Biz hamısını yoxlamışıq, maması hamısını yoxlayıb, heç bir problem olmadı da. Sevmədiyi oldu, amma problem. Ha, ilk başda bir də əlavə qidaya başlayanda uşaqlar sevmir qidaları. Məsələn, yeni bir dad olduğuna görə qəbul eləmirlər, sonra amma artıq alışırlar. O biz dadızdırmaq dönəmini keçirtmişik, çox yaxşı. İndi artıq doyumluq qida yeyir. Tərəvəz presini yeyir, meyvə presini yeyir, kaşasını yeyir. 6 aylıq uşaq artıq bəzən olur ki, tam sərbəst oturmurlar, dayaqla otururlar, amma normalda sərbəst oturmalıdırlar ki, Alparslan da normal sərbəst oturur. Bir də ki, indi rutinləri vardı, onların hamısını biz eləmişik. Çanaq uzisini eləmişik 4 aya qədər, indi 6 ayında rentgenini çəkəcəyik, baxacağıq. Qan analizlərini adətən 6 ayında veririk. Dəmir profilaktikasını aparmışıq 4 ayından 6 ayına. Hər ay vaxtı-vaxtında kontrollarına gəliblər, kontrollarını eləmişik. İnkişafı çox yaxşıdır. Öz ayından da deyərdim ki, üstündür, çox ağıllıdır. Hamı ilə çox qəşəng ünsiyyətə girir. Mamasını tanıyır, bizi tanıyır. Pozitiv balamdır, sağlam uşaqdır maşallah. 6 aya görə çox yaxşıdır. HCC Clinical Hospital. Sağlamlığınızı bizə etibar edin.